Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Amerika hücuma hazırlaşır. İran Azərbaycanı ittiham edir. Təhdidlərin hədəfi nədir? Azərbaycan İrana əmin etdi. Hava məkanımız. İrana şok. Cəmi 4 hədəfi vurulsa, iflic ola bilər. Xarici İşlər Naziri Ceyhun Bayramov, İranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında Azərbaycanın hava məkanı və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirdi. Rəsmi Bakının Tehrana bunu izah etməsi zərurəti İranda ortaya atılan iddialardan qaynaqlanır. İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin, mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur. Bu ittihamlar/iddialar adətən iki məqsədə xidmət edir. Birinci, Güneyli soydaşlarımız arasında Azərbaycanın düşmən obrazını formalaşdırmaq. İkinci, diqqəti İran rejiminin üzə çıxan zəifliklərindən yayındırmaq. İran ətrafında mühasirənin daralması və hərbi müdaxilə ssenarisinin aktuallaşması fonunda Azərbaycana qarşı ittihamlar, İsrailə dəstək verilməsi, mümkün müharibədə platforma olması kimi ənənəvi iddialar yenidən gündəmə gəlir, lakin bu dəfə daha açıq təhdidlərlə. Daha öncə Bakı Tehrana hücumda iştirak edir iddiaları əsas tezis kimi istifadə olunurdusa, bu dəfə Azərbaycanı hədəfə almaqdan bəhs olunur. Xüsusilə enerji infrastrukturlarının vurulması çağırışları edilir. Bakıya qarşı ittiham/iddia kampaniyasının hədə mərhələsinə keçidi 12 günlük müharibədən sonra genişlənib. Enerji infrastrukturunun vurulması tezisi də Azərbaycana düşmən mövqeyi ilə tanınan İranlı ekspert Əhməd Kazeminin dili ilə gündəmə gətirildi. Azərbaycan 12 günlük müharibədə İrana hücumda iştirak edib. İsrailə neft satan Azərbaycanın enerji strukturları qanuni hədəfdir kimi göstərilir. Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir və s. Kazeminin tezisləri İranın müxtəlif ekspertləri və media orqanları tərəfindən yenidən təkrarlanır. Həmçinin, Azərbaycan 12 günlük müharibədə olduğu kimi yenə İsrail üçün platforma olacaq formasında inkişaf etdirilir. Bu iddialar/ittihamlar xüsusilə İsrailin Xarici İşlər Naziri Gideon Sarın Bakıya səfəri fonunda gündəmə gəldi. Halbuki, eyni ərəfədə İran xeyninin rəhbərinin müavini Vahid Cəlalzadə də Azərbaycana səfər etdi və İsrailli nazirdən fərqli olaraq təhdid dolu xəbərdarlıq səsləndirdi. Cəlalzadənin Bakıda verdiyi bəyanatlara reaksiya verilməsə də, İran səfirliyinin Sarın səfəri haqda dedikləri Tehranın təhdid dilini işə saldığının nümunələrindən biri hesab oluna bilər. İttiham/iddialar indiyə qədər daha çox İran ictimai rəyinə hesablanırdısa, mövcud situasiyada məqsəd fərqli görünür. Təhdid ritorikasının praktiki müstəvidə tətbiqi imkanları məhdud olsa da, Azərbaycanın enerji infrastrukturunun hədəf kimi göstərilməsi ilə həm Avropanın enerji təhlükəsizliyini, həm neft-qaz sektorunda xarici investorların təmsil etdikləri ölkələri təhdid edir. Həm də regiona, ölkələrinə müharibənin arealı yayıla bilər mesajı verirlər. Bununla ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı məcburi əks mövqeni genişləndirməyə, Vaşinqtonun qərarına kənar təsirləri artırmağa çalışırlar. Bu kontekstdə rəsmi Bakının Tehrana verdiyi Azərbaycan platforma olmayacaq mesajı İranda ortaya atılan iddialardan və təhdidlərdən imtina edilməsi ilə bağlı xəbərdarlıq eyni zamanda qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir. Bunu Pezeşkiyanın komandasına izah etmək mümkündür. Lakin mühafizəkar qanadın Azərbaycana qarşı ənənəvi ritorikasını dəyişmək çətin görünür. Siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub. Nazir bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun da ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq
dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib. Azərbaycanın hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər iki tərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mürəkkəb prosesdir. Həm danışıqlar, həm də hansısa güc nümayişi mümkündür. Amerika və qismən İsrail bu proseslərin iştirakçısı kimi İrana təzyiq edirlər ki, şərtləri qəbul etsin. Lakin görünür ki, danışıqlar və təmaslarda irəli sürülən şərtləri İranın, siyasi elitanın bəzi qanadları qəbul etmək istəmir. Bu sözləri sabiq Xarici İşlər Naziri, politoloq Tofiq Zülfüqarov, İran və Amerika arasında baş verən gərginlikləri şərh edərkən deyib. Şərtlər nədən ibarətdir? Birincisi, nüvə proqramının ləğvi. İkincisi, raket proqramlarında uzaq mənzilli ballistik raket istehsalının dayandırılması və onların gələcəkdə istehsalının qadağan olunması. Açıq səslənməsə də, əminəm ki, şərtlərdən biri İranın siyasi strukturunun dəyişdirilməsidir. Ya rejim tamamilə dəyişməlidir, ya da indiki siyasi elita bu və ya digər şəkildə şərtləri qəbul etməlidir, o bildirib. Politoloq hesab edir ki, əsas tələb dinin dövlət strukturlarından çıxmasıdır. Dövlət qurumları ilə yanaşı, din strukturları paralel fəaliyyət göstərir. Hansısa heyətin seçimi olan dini rəhbər, dövlət rəhbərindən üstün səlahiyyətlərə malikdir. Belə olmamalıdır. İndiki rejimin transformasiyasını təmin etmək İran qarşısında çox sərt tələb kimi qoyulur. Zülfüqarov mümkün zərbələrin qurudan yox, məhz hava qüvvələri tərəfindən həyata keçiriləcəyinə inanır. Bu zərbələr nəticəsində çox mühüm infrastruktur obyektləri darmadağın ola bilər. İranda 1-2 ədəd benzin istehsal edən zavod var. Onlara zərbə endirəndən sonra kommunikasiya və nəqliyyat sistemi iflic vəziyyətə düşəcək. İranın təxminən 85% ixracı məhz Fars körfəzində yerləşən 1-2 liman vasitəsilə həyata keçirilir. Və bu limanlara zərbə endirilsə, çox ciddi sosial problemlər əmələ gələcək. Bundan başqa, qaçqınlar dalğası ola bilər. Bu baxımdan bölgədə yerləşən nüfuzlu ölkələr hərbi əməliyyatların olmasına qarşı çıxırlar. O cümlədən Ərəb ölkələri və Türkiyə. Hesab edirəm ki, səslənən və səslənməyən şərtlər İranın siyasi elitası tərəfindən qəbul olunacaq.